Hər vaxtınız xeyir olsun. Dünən Milli Məclisdə həkimlərlə bağlı bir qanun layihəsi müzakirəyə çıxarılmışdır. Qanun layihəsinə görə artıq 65 yaşı tamam olmuş həkimlər regionlarda, xüsusilə də həkim çatışmazlığı olan bölgələrdə 65 yaşdan sonra belə həkim kimi fəaliyyət göstərə biləcəklər. Hətta baxmayaraq ki, həmin həkimlər rezidentura təhsili almasalar belə, yenə də həkim çatışmazlığının qarşısını almaq məqsədi ilə artıq qanunvericilik onların 65 yaşdan sonra belə işləməsinə icazə verəcəkdir. Heç kimə sir deyil ki, bizim regionlarımızda da müəllim çatışmazlığı müşahidə olunur. Xüsusilə də ucqar kəndlərdə, ucqar rayonlarda. Hətta mən xatırlayıram ki, cənab nazirin Emin Əmrullayevin çıxışlarının birində vurğulamışdır ki, bizim 2000-ə yaxın vakant müəllim yerimiz var ki, yəni söhbət ucqar rayonlardan, kəndlərdən gedir. 3 ilə yaxındır ki, həmin yerlər hələ də tutulmur. Və belə olan halda həkimlərlə bağlı qəbul edilən qərar bizə bu sualı verməyə əsas verir ki, o zaman müəllimlər də 65 yaşdan yuxarı məktəblərdə fəaliyyət göstərə bilərlərmi? Mən sizlərdən xahiş etmək istərdim ki, videonun rəy bölməsində siz öz fikirlərinizi bildirin. Mən bildirmək istəyirəm, təklifim ondan ibarətdir ki, hansı regionlarda ki, xüsusilə də ucqar kəndlərdə müəllim çatışmazlığı var, yəni uzun illərdir ki, bu vakansiyalar tutulmur. Həmin regionlarda əvvəlki dövrdə həmin məktəbdə işləmiş 65 yaşı tamam olub təqaüdə çıxan müəllimlər həmin məktəblərdə çalışsınlar. Ola bilər ki, fikrin bir mənalı qarşılanmasın, çünki insanlar bəzən fikrimizi sonradan dinləmir və tənqid etməyə yolunu seçirlər. Yəni düşünün ki, bu videonu izləyən müəllimlərin işə qəbul imtahanına hazırlaşan gənc bir müəllim düşünə bilər ki, nəyə görə 65 yaşı tamam olmuş müəllim qalıb müəllim kimi fəaliyyətini davam etdirir, amma mən bugün bir vakansiya uğrunda 10 nəfər mübarizə apardıq və bəzi hallarda işsiz qalırıq. Yəni MİQə biz bilirik ki, son illərin statistikası göstərir ki, müəllimlərin işə qəbul imtahanlarında rəqabət həddindən artıq yüksəkdir. Dediyim kimi bir yer uğrunda bəzi hallarda 10 nəfər mübarizə aparır. Mənim təklifim ondan ibarətdir ki, hansı məktəblərdə ki, uzun illərdir vakansiyalar boş qalır, müəllimlər həmin məktəbləri seçmir, həmin məktəblərə yaşı tamam 65 yaşı tamam olmuş təqaüddə olan müəllimləri müəllim kimi dəvət edək, onların təcrübəsindən yararlanaq. Ümid edirəm ki, bu təklifim siz müəllimlər tərəfindən də müsbət qarşılanacaqdır və videonu maksimum bəyənib paylaşın ki, regionlarımızda olan müəllim çatışmazlığı problemi həllini tapsın və xüsusilə də bir çox hallarda müəllimlər bizə müraciət edirlər ki, Tuğay müəllim, mən baxmayaraq ki, təqaüd yaşım çatmışdır, 65-i keçmişdir, amma mən yenə də özümü gümrah hiss edirəm və sağlamlığım, həmçinin pedaqoji təcrübəm mənim müəllim kimi sinifdə yenidən dərs deməyimə imkan verir. Və düşünürəm ki, digər peşə sahələrində olduğu kimi, məsəl üçün, necə ola bilir ki, millət vəkili və yaxud da ki, universitetdə çalışan müəllimlər bəzi hallarda 70-80 yaşa dək işləyirlər. Başqa bir çox sahələr göstərə bilərik ki, 65 yaşdan sonra da fəaliyyətlərini davam etdirirlər. Amma orta məktəb müəllimi üçün belə bir qadağa var ki, 65 yaşdan sonra mütləq pensiyaya çıxmalıdır.